Bu içkini Stalinin özü çox sevirdi. Amerikalılar isə onu Coca-Cola'dan daha yüksək qiymətləndirirdilər. 19-cu əsrin sonunda dünyanın bir çox əczaçıları şirin içkilərdən asılılıq yaradırdılar. Əczaçı Pemberton baş ağrısına qarşı Coca-Cola'nı yaratdı, Brethem isə həzmi yaxşılaşdırmaq üçün Pepsini icad etdi. Gürcü əczaçı Mitrofan Lağicə isə nanə ətri ilə öz təcrübəsini aparırdı. Amerikalılardan fərqli olaraq o yalnız təbii ekstraktlardan istifadə edirdi. Onun içkisinin saxlama müddəti cəmi 7 gün idi. SSR-də isə sual yarandı, partiya qurultaylarında nə içmək lazımdır? Şirə çox burjua sayılırdı və Kremlin baxışları kafeinsiz, təbii, yaşıl içkiyə yönəldi. Stalin şəxsən onu bəyəndi. Yaltada Coca-Cola'nın pərəstişkarı olan prezident Roosevelt bu sirli yaşıl mayeni dadıb belə dedi. Sizin içkiniz bizim Coca-Cola'dan qat-qat yaxşıdır. Kəskin, ota bənzər şirin dad tamamilə karamelli şirinliyə əksi idi. Bu tərxun idi, təbii məhsulun qərb brendinə qarşı qələbəsi.